20 günlük üz masajı edirəm, gün 12. 30 yaşa yaxınlaşdıqca düşən qaşlarım və yanaqlarım məni narahat etməyə başladı. Məhz buna görə 20 günlük üz masaj proqramına başladım. Əvvəlcə bunu yaşlanma əlaməti kimi qəbul etdim, amma sonra anladım ki, bu sadəcə əzələlərin zəifləməsindən irəli gəlir. Əzələlərin zəifləməsi yaşın nəticəsi deyil, amma yaşla gələn dəyişikliklərin nəticəsidir. Lakin bunu üz masajı və düzgün qulluq ilə tamamilə yavaşlatmaq mümkündür. Əzəllər hansı səbəblərdən zəifləyir deyə soruşsaz, səbəb gün ərzində etdiyimiz mimikalar ola bilər, qaş çatmaq, gülümsəmək, çənəmizi sıxmaq və s. Qan dövranının zəifləməsi ola bilər, hərəkətsizlik ola bilər. Bəli, bədən əzəlləri kimi üz əzəlləri də işlədilməzsə tonus itirir. Üz masajının artıq 12-ci günündəyəm. Bu proses mənim üçün sadəcə gözəllik deyil, həm də özümə qayğıdır, özümü sevməkdir. Bugünkü masajımda həm əllə, həm quaşa ilə, həm də buqqal masaj hərəkətlərindən istifadə etdim. Buqqal masajı ağız ətrafı qırışların açılması üçün ən effektiv masajlardan biridir. Bu masaj həm ağız içindən, həm də üz xaricindən yanaq əzəllərinə təsir edir.